sadə görünmə effekti nədir? Sən bir şeyi sadəcə sənə tanış olduğu üçün sevirsən. 1968-ci ildə adını unutduğum bir alim insanlara heç bir məna daşımayan simvollar, işarələr göstərir. Bəzilərini bir dəfə, bəzilərini isə dəfələrlə göstərir. Daha sonra hansı simvol daha çox bəyəndiklərini soruşur. Nəticə o olur ki, insanlar təkrar gördükləri simvolları daha çox bəyənir. Heç bir səbəb, heç bir məna olmadan, sadəcə tanış olduğu üçün. Buna sadə görünmə effekti deyirlər və ən qəribəsi odur ki, sən bu simvolları şüurlu şəkildə xatırlamasan belə bu sistem işləyir. Sonra tədqiqatı yeniləyirlər, simvolları çox sürətlə dəyişirlər, amma yenə də sürətli şəkildə keçsə belə daha çox görünən simvolları seçməyə başlayırlar. Çünki tanış olan şey beyində daha axıcı formada emal olunur və bu rahatlıq hissi şüursuz şəkildə mən bunu bəyənirəm kimi ifadə olunur. Bu təkcə şəkillərə aid deyil. Bir insan, bir mahnı, bir fikir dəfələrlə eşidiləndə yaxşı hiss olunmağa başlayır və bu məni həmişə düşündürür ki, bəyəndiyimizi zənn etdiyimiz bir şeylər həqiqətən keyfiyyətlidir, yoxsa sadəcə tanışdır.